Çoxları kapital deyəndə pulu düşünür. Amma pul kapital deyil. Pul sadəcə vasitədir, kapital isə münasibətdir. Bu anlayışı ən sistemli şəkildə izah edənlərdən biri Karl Marx idi. Onun yanaşmasına görə kapital sadəcə yığılan sərvət deyil, istehsal üzərində qurulan münasibətlər sistemidir. Marx kapitalın bir neçə formasından danışır. Birincisi, pul kapitalı. Pul istehsala yönəldikdə kapitala çevrilir. Sadəcə cibdə dayananda kapital deyil. İkinci, istehsal kapitalı. Avadanlıq, bina, xam mal və əmək gücü istehsal prosesində dəyər yaratmaq üçün birləşir. Üçüncü, əmtəə kapitalı. İstehsal olunmuş məhsul bazara çıxanda artıq kapitalın başqa formasına çevrilir. Dördüncü hal, sabit kapital. Bu, istehsalda istifadə olunan, amma dəyərini tədricən ötürən vasitələrdir. Maşınlar, texnika və s. Beşincisi, dəyişən kapital. Bu isə əmək haqqıdır. Marxın fikrincə, yeni dəyəri yaradan əsas element məhz əməkdir. Burada əsas məqam budur. Kapital obyekt deyil, kapital münasibətdir. Bir tərəfdə istehsal vasitələrinə sahib olanlar, digər tərəfdə isə əmək gücünü satanlar var. Müasir dünyada formalar dəyişə bilər. Maliyyə kapitalı, rəqəmsal kapital, informasiya kapitalı kimi anlayışlar ortaya çıxıb. Amma əsas prinsip dəyişmir. Kapital dəyər yaratmaq üçün təşkil olunmuş münasibətdir. Sual isə budur. Bu münasibət balanslıdırmı, yoxsa qeyri-bərabər?